Salam uşaqlar. Bu gün sizlə 9-cu sinif riyaziyyat buraxılış suallarının izahına baxacağıq. Başlayırıq birinci sualdan. Birinci sualda 57-ci sualda bizə verib tənasüb. Buradan bizdən x-i tapmamızı istəyir. Tənasübün əsas xassəsindən istifadə edib çarpaz vurub bərabərləşdirib ixtisar eləyib tapa da bilərik. Elə üstündə də ixtisar eləyə bilərik. Burada 21 ilə 15, 3-ə ixtisar gedər, qalar burada 7, burada 5. 5 ilə 5 də ixtisar gedər, cavabımız olar 7. Variantda göstərilməyib, amma cavab 7-dir. Bu 57-ci sualdır. 58-ci sual çevrə sualıdır. Burasını düzəldim. Dəqiqə. Aha. Çevrə sualda deyir, mərkəzi O nöqtəsində olan çevrədə ABO bucağı 22 dərəcədir. ABO. Buranı verib 22 dərəcə. ACO bucağı 28 dərəcədir. ACO bucağı 28 dərəcədir. Məndən BAC bucağını istəyir. BAC bucağını. Deməli, nə edərəm? BAC bucağına x desəm, BAC bucağı daxilə çəkilmiş bucaq olduğuna görə daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Onda bura olur 2x. Mərkəzi bucaq isə söykəndiyi qövsə bərabərdir. Onda burada 2x-dir. Baxıram ABOC A 4 bucaqlısına, çökük 4 bucaqlısına belə bir xassəmiz var idi ki, 58-ci sual. Belə bir düsturumuz var idi ki, daha doğrusu, içərdəki bucaqların cəmi bərabərdir çöldəki bucağa. İçərdəki 58. İçərdəki bucaqların cəmi 22 dərəcə, x dərəcə, 28 dərəcə bərabərdir çöldəki bucağa. Buradan x-imiz bərabər olur. 22 plus 28, 50 dərəcə. Məndən nə istəyir? BAC bucağı. BAC, yəni x-i istəyir. Yəni 50 dərəcə. Bu oldu 58-ci sual. 59-cu sualda funksiya verilib. Deyir ki, bu xətti funksiyanın qrafiki hansı nöqtə bu funksiyanın qrafiki üzərindədir? Bax, əgər desə ki, nöqtə funksiyanın qrafiki hər hansısa verilmiş, yəni hər hansısa nöqtələr verilir. Deyirsə ki, funksiyanın qrafiki bu nöqtədən keçirsə, nöqtə funksiyanın qrafiki üzərindədirsə, keçirsə, üzərindədirsə nə edirəm? Aparıb koordinatları funksiyada yerinə qoyuram. İndi burada da bu verilən nöqtələrdən hansının bu qrafikin üzərində olub olmadığını yoxlamaq üçün aparıb x-in yerinə qoyuram, y-in yerinə qoyuram. Məsələn, başlayaq A variantından. X-in yerinə -5 qoysam, -2-ni -5-ə vursam olacaq 10, üstünə də 6 gəlsəm olacaq 16. X-i -5, y-i 16, bəli, ödəyir. Digərlərini yoxlaya da bilərsiniz. Məsələn, x-in yerinə -3 qoysam, -2-ni -3-ə vursam 6, 6-nın üstünə 6 gəlsəm 12, ödəməyəcək. X-in yerinə 0 qoysam, -2-ni 0-a vursam 0 üstə gələk 6, eləyir 6, ödəməyəcək. X-in yerinə 4 qoysam, -2-ni 4-ə vursam -8, -8-in üstünə 6 gəlsəm, eləyir -2, ödəməyəcək. X-in yerinə 6 qoysam, -2-ni 6-ya vursam -12, -12-nin üstünə 6 gəlsəm, eləyəcək -6, ödəməyəcək. 60-cı sual, kəsri ixtisar etməyim üçün nə etməliyəm? Birinci, sadələşdirməliyəm. Sadələşdirmək üçün də baxıram ki, qruplaşdırma aparım ki, mən ortaq vurğumu kənara çıxardım ki, ixtisar getsin. Yazım onu bura, 60-cı sual. M kvadratı çıxılsın 5n, çıxılsın m-in üstə gələk 5m, bölünsün 25 çıxılsın m kvadratı. Deməli, m kvadratı ilə m-ni bir qruplaşdırsam, m-i ortaq vuruq kimi çıxardıram, olur m çıxılsın n üstə gələk. 5m-lə -5n-ni ortaq vuruq kimi 5-i çıxartsam, qalacaq m çıxılsın n. Məxrəcdə də 25 çıxılsın m kvadratı hansı düstura oxşuyur? A kvadratı minus b kvadratına oxşuyur. 25 5-in kvadratıdır. Yəni, a kvadratı minus b kvadratı müxtəsər vurma düsturunun açılışı necə idi? 5 çıxılsın m, daha doğrusu a kvadratı minus b kvadratı ilə söhbət gedirsə, düsturun açılışı a çıx b vurulsun a plus b. İndi burada 25 çıx m kvadratına tətbiq eləsəm, olacaq 5 çıx m vurulsun 5 plus m. Yazın burada. Deməli, 5 çıx m vurulsun 5 plus m. Sonra nə edəcəm? Yuxarıda
Bir dənə də ortaq vurğum var. M çıx N. M çıx N-i ortaq vuruq kimi kənara çıxarsam yerdə qalacaq M plus 5. Məxrəcdə 5 çıx M vurulsun 5 plus M. M plus 5 ilə 5 plus M ixtisar getsə qalacaq M çıx N bölünsün 5 minus M. Hansı bənddir? B bəndi. M çıx M vurulsun 5 minus M. Deməli, bu 60-cı sualdır. 60. Sonra gəlir 61-ci sual. 61 nədir? İfadəsinin qiymətini hesablayın. Nə edəcəm? İxtisar eləyəcəm. Birincisi məxrəcə diqqət eləyək. Məxrəcdə birinci çıxma əməlini yerinə yetirsəm, 20-dən çıxıram 5-i ona vuranda 50, 20-dən çıxıram 50-ni eləyəcək neçə? Eləyəcək -30. -30-u vururam, burada əvvəldə 14 var, yuxarıda da 56 vurulsun -15-dir. -30 ilə -15 getsə qalacaq burada 2, 56 ilə 2 getsə qalacaq burada 28, 28 də 14 ilə aparsam, yəni 28-i 14-ə bölsəm eləyəcək 2. Cavab olacaq neçə? 2. Burada yoxdur, yəqin ki, bu D bəndi 2 imiş. Yəni, cavab 2-dir. 62-ci sual tənliklər sistemidir. Buranı özüm Y yazdım. Yəqin ki, Y verilib burada. Əgər Y verilibsə, buna uyğun həllimizi aparsaq, deməli, toplama üsulundan istifadə edib qarşı-qarşıya toplasam, müsbət Y ilə mənfi Y islah gedəcək, olacaq 3x bərabərdir 6, x bərabərdir 2. Məndən elə x istəyir, cavab olur 2. Yoxdur, yəqin burada Y bəndində 2-dir. PDF bu şəkildə düşüb, üzürlü sayın. Yəni, özünüz başa düşürsünüz, yəqin ki. Düzbucağının uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalar? Əslində qalsa bunu düstursuz da eləmək olar. Amma bunun qəşəng bir düsturu olduğuna görə daha rahat, daha tez tapmaq alındığı üçün o düsturdan istifadə eləmək daha rahat olar. 63-cü sual. Deməli, nə edəyərəm? Düstur necə idi? S bərabərdir. P1 vurulsun P2 bölünsün 100 düsturuydu. Burada ilkin vəziyyətdə S-də hər zaman 100-dür. P1-də hər zaman 100-dür. 100. P2 də hər zaman 100-dür. Bir dəqiqə. Yazılmadı. P2 də hər zaman 100-dür. Aha. S-də hər zaman 100-dür ilkin vəziyyətdə, P1-də, P2-də. Burada nə edəcəm? P1 ilə P2 nədir? P1 olacaq düzbucaqlının uzunluğu, P2 də olacaq düzbucaqlının eni. Tutaq ki da, yəni. Uzunluğu 40% azalıbsa, 100-dən 40-ı çıxaram, yəni burada faizdir də ilkin vəziyyətdə. P1, P2 100%dir, S-də 100%dir. 40% azalıbsa bura olacaq 60, eni 20% azalıbsa bura olacaq 80 bölünsün 100. Sıfırlarım ixtisar getsə olacaq 48. Sonda mütləq müqayisə aparmalıyım. İlkin vəziyyətdə 100 götürmüşdüm S-i. Oldu 48. Nə qədər azalma var? 52%. Yəni Y bəndi. Bu oldu 63-cü sual. Keçirik 64-cü suala. Çox rahat sualdır. Tərəfi 12 olan kvadratın perimetri. Kvadratın perimetrinin düsturu necə idi? P bərabərdir 4A. Əgər tərəfimiz 12-dirsə 4 vurulsun 12, perimetrimiz olur 48. Yəni B bəndi. 64-65-ci sual çox sadə bir tənlikdir. 3 ilə 6-nı buradan ixtisar eləsəm, x-im olacaq 4. Variant düşməyibdir. Ya D bəndi, ya Y bəndində 4-dür. Tutaq ki, bura olsun 4. Yəni, cavabımız 4-dür. X-imiz 4-dür. 66-da deyir ki, AOB açıq bucaq. Açıq bucağın dərəcə ölçüsü 180-dir. COAB-yə perpendikulyar, yəni COB bucağı 90 dərəcəli düz bucaqdır. DOC 25-dir, bura 25-dir. Məndən AOD-ni istəyir. Bura 90-dırsa, qonşusu da 90-dır mı? Burasına 25 veribsə, onda 90-dan 25 çıxsam, burası olacaq 65 dərəcə. Elə məndən də AOD-ni istədiyinə görə cavabımız olacaq A bəndi. 65. 67-ci sual çox hədisini vurğulara ayırın. Ortaq vurğum neçədir burada? X plus Y-dir. Ortaq vurğu mötərizə xaricinə çıxarsam yerdə nə qalacaq? C çıxılsın D. Vəssalam, vurğulara ayırdıq. X plus Y vurulsun C minus D. X plus Y vurulsun C minus D. Hansı bənddir? D bəndi.
Bu 67-dir. 68-ci sual. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalı. İlk 10 natural ədəddən, yəni bizim bütün mümkün hallarımız 10-dur. Məxrəci yazıram 10. 10-a qədər neçə dənə sadə ədəd var? 2-dir, 3-dür, 5-dir. Bir dəqiqə. 5-dir, bir də 7-dir. Başqa var? Yoxdur. 4 dənə. Yəni əlverişli halımızın da sayı 4-dür. Yəni 4 dənə sadə ədəd var. Buradan da ixtisar getsə cavabımız olacaq 5-də 2. Yəni C bəndi. Bu da oldu 68-ci sual. 69-cu sual. Kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Kubun həcm düsturu necə idi? V bərabərdir A kubu. A nədir? Tili, tərəfi. Tilini 2 dəfə azaltsam, kubik asılı olduğuna görə 8 dəfə azalmış olacaq. Yəni C bəndi. 70-ci sual Əbu Bəkobdur. Normal bildiyimiz qayda ilə də hesablaya bilərik. Sadəcə əlimizdə daha rahat düsturlar olduğuna görə, yəni belə deyək, tərifə əsaslanaraq, xassiyə əsaslanaraq daha tez də tapa bilərik. Çünki burada daha sadə verib. Məsələn, baxıram ki, 18 ilə 36-ya baxsam, 18 ilə 36-ya baxsam, 18 36-nın bölənidirmi? Bəli. Əgər A ədədi B ədədinin bölənidirsə, əkobumuz B-yə, yəni 36-ya, ki burada da cavab 36-dır. Əbub olsaydı, əbobumuz da A-ya bərabər olacaqdı, yəni 18-ə. Buradan aldıq neçə? 36. Üstə gələk. Əbub 10-11. 10-11 necə ədədlərdir? Ardıcıl. Ardıcıl ədədlər necə ədədlərdir? Qarşılıqlı sadə. Qarşılıqlı sadə ədədlərin əbobu neçədir? 1. Buradan da aldım neçə? 1. 36-nın üstünə 1 gələndə 37. Yenə yoxdur cavab. Yəqin ki, buradadır. Y bəndindədir. Təbii ki. Oldu 37. Keçirəm 71-ci suala, yəni çoxluq sualına. Baxıram A ilə B-nin kəsişməsi. A ilə B-nin kəsişməsi. Kəsişmə nədir? Ortaq elementlər. Ortaq elementlər 1-dir. Baxıram 1-dir, 2-dir, 2-dir, 5-dir. Başqa var? Yoxdur. Deməli, bundan çıxıram nəyi? C-ni. Fərq nə idi? İki çoxluq arasındakı fərq necə tapılırdı? Məsələn, A ilə B-nin kəsişməsindən C çoxluğunu çıxıramsa, A ilə B-nin kəsişməsindəki, yəni buradakı çoxluqda, yəni buradakı elementlərə baxıram ki, burada olsun, bu çoxluğun elementlərində olsun, amma burada olmasın. Onu da yazım C çoxluğunu. Tutaq ki, bu çoxluğa deyim C ştrix çoxluğu. Baxın buna. Yəni A ilə B-nin kəsişməsini özümdən adlandırım olsun C ştrix çoxluğu. C ştrix çoxluğu çıxılsın C çoxluğu. Yəni iki çoxluğun fərqi nəyə əsasən tapılırdı? Necə tapılırdı? C ştrix çoxluğunda olsun, C-də olmasın. Bunlar hansılardır? Qoy bu C çoxluğunu da yazın. Bu C çoxluğu nə idi? Bir dənə silim. Çıxılsın. Bu çoxluq nə idi? 0, 1, 3, 6. 3, 6. Baxıram ki, C ştrixdə olsun, C-də olmasın. Hansıdır? 1 var, var. 2 yoxdur. 2. 5 var, yoxdur. 2, 5. Vəssalam, 2 ilə 5 cavab D bəndi. Bu 71-dir. Sonra gəlir 72. 72-də nə deyir? Belə bir ifadə verib. Deyir, bu şərtini ödəyən 2 rəqəmli AB ədədini tapın. Biz 2 rəqəmli və daha çox rəqəmli ədədlərin, yəni üstü xəttdə olan ədədlərin açılışını bilirik də yəqin ki. Deməli, bu necə həll olunacaq? 70 götürək buradan. 72. Deməli, AB üstü xətt plus BA üstü xətt bərabərdir 88 vurulsun A açıq B. Neyniyəcəm? Açılışı necə idi? 10A plus B, AB-nin açılışı. Üstə gələk 10B, üstə gələk A bərabərdir. Vurub açsam 88A çıxılsın 88B.
A-ları bir tərəfə, B-ləri digər tərəfə keçirsəm, 11A sol tərəfdədir. Atsam sağa olacaq 77A. Bərabərdir. Sol tərəfdə 11B, elə sağdakı -88B-ni də sola atsam, olacaq 99B. 77 ilə 99 11-ə getsə, burada qalacaq 7, burada qalacaq 9. Deməli, A-mız 9, B-miz 7. Ay müəllim, niyə? Baxın, burada məhsulları bir tərəfə, məlumları digər tərəfə keçirsəm tənasübdən. Olacaq A böl B bərabərdir 9 böl 7. Hə, tutaq ki, burada bir K vuruğu olsa, ki, ixtisar getmiş ola bilər. Onsuz da K-nı məcburam ki, 1 götürüm. Çünki AB 2 rəqəmli ədəddir. Yəni, A ilə B ayrı-ayrılıqda tək rəqəmli ədəddir. K ancaq 1 ola bilər. K 1 olsa A-mız 9, B-miz 7 olur. Və AB 2 rəqəmli ədədimiz neçə olur? 97. 72, 73 nədir? 73-ə baxan kimi, topluda buna aid neçə dənə sual var. Baxan kimi bilmək olur ki, mötərizəni də qoyaq. Bunu ayrı-ayrılıqda vurub toplamayacağım. Niyə? Çünki 2,85 kvadrata yüksəldim, 2-yə bölüm. 7,15 kvadrata yüksəldim, 2-yə bölüm, toplayım, vurum. Təbii ki, bu çox uzun çəkər. Çox sadə bir yolu var. Neyniyəcəm? Vurub açacağım. Hər bir həddi 2-yə vurub açacağım. 2-yə vurub açanda bura olur 2,85. 85-in kvadratı, üstə gələ 7,15-in kvadratı, üstə gələ 2 vurulsun 2,85 vurulsun 7,15. Nəyə oxşuyur bu? İki ədlinin mötərizə kvadratına, yəni 2,85 plus 7,15-in mötərizə kvadratı. Cəmi neçə eləyir? 10. 10-un kvadratı 100. 74. Bərabər tərəfli LMN üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Neyniyəcəm? 74-cü sual. Tutaq ki, bura bir dənə LMN üçbucağı çəkim. Belə bir üçbucaq çəkirəm. Bu üçbucağımız LMN üçbucağıdır. LMN üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Onu da bunu biraz kiçik çəkəcəm. Tutaq ki, bu da olsun ABC üçbucağı. Bərabər tərəfli üçbucaqlardır. Bu LMN üçbucağının sahəsi ABC üçbucağının sahəsindən 16 dəfə böyükdürsə, sahəmizin düsturu necə idi? A kvadratı kökdə 3 bölünsün 4. Yəni, sahə ilə tərəf kvadratik asılıdır. Sahə 16 dəfə böyükdürsə, tərəfi 4 dəfə böyükdür. Perimetr ABC-ni verib 9, onda tərəfi 3-dür. Çünki bərabər tərəfli üçbucağın perimetri P bərabərdir 3A-dır. 3A 9-dursa A-mız 3-dür. Əgər bunun tərəfi 3-dürsə, bu LMN sahə 16 dəfə böyük olduğuna görə tərəf 4 dəfə böyükdür. Bununki 3-dürsə tərəfi, onda bunun tərəfi olacaq 12. Bərabər tərəflidir, bütün tərəflər də bərabərdir. Cavab oldu neçə? 12. Bu oldu 74. Keçirik 75-ci suala. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə B nöqtəsində olan kvadratın sahəsini tapın. Düzbucaqlı koordinat sistemimi çəkirəm bu şəkildə. B nöqtəsi olsun bu 8, -8. B nöqtəsi olsun bu. B nöqtəsi. Burası 8, burası -8. Digər təpəsi də koordinat başlanğıcındadır. Bax, bu kvadratı görürükmü? Bu kvadratın nəyini istəyir məndən? Bu kvadratın sahəsini istəyir. Tərəfimiz neçədir? 8. Tərəfi 8 olan kvadratın sahəsi 64. Bu oldu 75-ci sual. 76-cı sualda nə verib? X, Y, Z hər biri natural ədəddir. X, Y hasili 6, Y, Z hasili 18 olarsa, X plus Y plus Z cəminin ən kiçik qiymətini. Ən kiçik qiymətini istəyir. Ən kiçik qiyməti istəyirsə, tutaq ki, X-ə verim 1. X-ə 1 versəm, Y baxın, burada hər ikisində ortaqdır. Onda hasilimin 6 olması üçün Y olacaq 6. Y-ə 6 dedimsə, onda Z-imiz də olsun 3 ki, hasilimiz olsun 18. Onda X olur 1, Y olur 6, Z də olur 3. Bu mənə deyir, ən kiçik olsun, ən kiçik. Bəlkə daha kiçik var. Məsələn, yoxlasam, tutaq ki, dəyişdirim, bu səfər X-ə 2 deyim.
X-ə bu səfər 2 desəm, Y-im 3 olmağa məcburdur. Y-im 3 olsa, Z-imiz də 6 olmalıdır ki, hasilim 18 eləsin. X-im 2, Y-im 3, Z-im də 6. Bunun cəmi neçə eləyir? 11. Bəs bunun cəmi neçə eləyir? 10. Ən kiçik təbii ki 10 olacaq. Çünki mən başqa bir qiymət versəm, məsələn, daha böyük qoysam, Z-imiz tutaq ki olsun 9, Y-imiz olsun 2, Z-imiz tutaq ki olsun 9, Y-imiz olsun 2, onda X-imiz də 3. Baxın, daha da böyüyəcək. Deməli, ən kiçiyimiz 10-dur. Təbii ki, seçirik. Seçmə üsulu ilə tapırıq ki, ən kiçik qiymət 10 olacaq. Bu 76-cı sual. Keçirik 77-ci suala. 77-ci sualda nə edirəm? Aparıb qoyuram yerinə. X ilə Y necə ədədlərdir? İrrasional. Hasil necə olacaq? Rasional. Niyə? Çünki bir-birinin qoşmasıdır. Bir-birinə vursam 5 çıxılsın 2 kök altında 6 çıxılsındır bu. Vurulsun 5 plus 2 kök altında 6 bölünsün bunların cəmi 5 çıxılsın 2 kökdə 6 üstə gələk 5 plus 2 kökdə 6. Deməli bunlar islah getdi. Bu da müxtəsər vurma düsturu A çıx B vurulsun A plus B A kvadrat minus B kvadratına gəlir. Yəni 25 çıxılsın 24 bölünsün 10 yəni 10'da 1 və ya 0.1. Bu oldu 77. Keçirik 78-ci suala. 4 dənə sual qaldı. 78-də nə deyir? Məsələlərdir. Diqqətli olaq. Deməli, 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Hər gün birinci yeşikdən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürdülər. Cümlə bə cümlə təhlil eləyək. Məsələn, birinci cümləni oxuduq, indi təhlil eləyək. 78-də. 2 yeşikdə birlikdə 50 kiloqram qənd varsa, birinci yeşiyim olsun X, ikinci yeşiyim olsun Y. Birlikdə 50 kiloqram qənd var. Deyir, hər gün birinci yeşikdən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra, əgər birinci gün 3 kiloqram götürülübsə, 6 gündən sonra 18 kiloqram birinci yeşikdən götürüləcək. İkincidən əgər bir günə 2 kiloqram qənd götürüblərsə, 6 gündən sonra 12 kiloqram qənd götürüləcək. Yekunda bunlar bərabər olacaqsa, onda X çıxılsın 18 bərabərdir Y çıxılsın 12-yə. Deyir, tənliklər sistemi qurmaqla həll elə. Mən də qururam. X plus Y bərabərdir 50. Burada da X çıxılsın Y bərabərdir 6. Y-i atdım sola, mənfi 18-i atdım sağa. Sistemi həll eləmək üçün toplama üsulundan istifadə edirəm. Tərəf-tərəfə toplayanda Y ilə mənfi Y islah gedir. 2x bərabərdir 56, x bərabərdir 28. Məndən nə istəyir? Birinci yeşikdə. Birinci yeşik ilə x olduğuna görə cavabımız oldu neçə? 28. 79. 79'da satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdı. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmışdır. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satırsa, nə qədər oradan gəlir götürür? 3 qəpik. Bu 79'dur. Nə qədər gəlir götürür? 3 qəpik. Birindən 3 qəpik götürür. Neçədən şar alıb? Bilmirəm. O mənə deyir, bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmışdı. Birindən 3 qəpik götürürsə, bilmirəm neçədən alıb, tutaq ki, x dənə alıbdı. Biri 3 qəpikdirsə, x dənə alıbsa, olur 3x. 5 şar partlayıbsa, şarın birində 12 qəpikdən alıbsa, 5'i vursam 12, 60 qəpik ziyana düşüb. 3x çıxılsın 60, deyir, bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edib. 3x minus 60 çox olmalıdır nədən? 6 manatdan. Bura 60 qəpik yazmışamsa, 6 manatda qəpiyə çevirsəm olacaq 600 qəpik. 3x böyükdür 660, x də böyükdür 220. 220-dən böyük ən kiçik ədədimiz 221-dir. 221-dir. Deməli, keçirik 80-ci suala. 80-ci sualda nə deyir? Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 cm böyük, hipotenuzundan isə 2 cm kiçikdir. Bu 80-ci sualdır. Bir dənə düzbucaqlı üçbucaq çəkərəm bura. Deyir ki, katetlərindən biri, tutaq ki, katetlərindən biri olsun x. Digərindən 2 cm böyüksə bura olsun, digərindən 2 cm kiçik. Hipotenuzundan da 2 cm
daha doğrusu biri x-dir. Bir dəqiqə. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 sm böyük. Hipotenuzundan 2 sm kiçikdirsə, deməli katetlərindən biri digərindən 2 sm böyük. Aha, x minus 2-dən 2 sm böyükdür. Onda burada olacaq x plus 2. Hipotenuzundan da 2 sm kiçik. Aha. Bu üçbucağın hipotenuzunu tapın. Düzbucaqlı üçbucaqda Pifaqor teoremini tətbiq eləyəcəm. X-i tapacağım, ondan sonra da hipotenuzu tapacağım. Katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. X kvadrat plus x kvadrat minus 4x plus 4 bərabərdir x kvadrat plus 4x plus 4. X kvadratlarım islah getdi, 4'lərim islah getdi. X kvadrat 4x'i sola atsam çıxılsın 8x bərabərdir 0. X çıx 8 bərabər 0, tərəf 0 olanmaz. Deməli, x bərabərdir 8. X'imiz 8 isə hipotenuzumuz neçə olur? 10. Burada oldu 10 hipotenuzumuz. 81-də nə deyir? Şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsində olan yarım çevrənin diametridir. BC qövsünün uzunluğu 4pi. Deməli, qırmızını götürək. BC qövsünün uzunluğu 4pi-dirsə, çevrəni tamamlasam, ümumi çevrəmizin uzunluğu olacağımız 8pi bərabərdir. Çevrənin uzunluq düsturu 2pi r-dirsə, r-imiz neçə oldu? Oldu 4. R-imiz 4-dürsə, burada 4. A10-u verib 6. Bu fiqurun sahəsini istəyirsə məndən, bu fiqur yarım dairədən bir də üçbucaqdan ibarətdir. Dairənin sahəsi S bərabərdir pi r kvadratı. R-imiz 4-dürsə 16 pi. Amma r-imiz 4 bu ümumi dairəyə aiddir. Əgər ümumi dairənin sahəsi 16 pi-dirsə, yarım dairənin sahəsi 16 bölünsün 2 bərabərdir 8 pi-dir. Əgər burası 8 pi-dirsə, bunu belə göstərək. Burası 8 pi-dirsə, 8 pi, qırmızı ilə yazıb, 8 pi üstə gələk. Qaldı üçbucağın sahəsi. Başqa rəngdən göstərək. Üçbucağın sahəsi, baxın, buranın sahəsini istəyir məndən. Cəmləyəcəm də, yəni üçbucağın sahəsi, ixtiyari üçbucağın sahəsi necə tapılırdı? Tərəf vurulsun ona çəkilən hündürlüyün yarısı. Oldu 24. 8 pi üstə gələk 24. Yəni, bu göstərilən fiqurun sahəsi olur 8 pi üstə gələk 24. Bu qədər. Suallarımız çox rahat idi, çox sadə idi. Ümid edirəm ki, ikinci, üçüncü zonada bu tipdə olacaq. Hər birinizə uğurlar. Sağ olun.